Onluq say sistemində verilmiş 200-222 ədədi 16-lıq say sistemində yazılarsa, onda alınan ədəd hansı rəqəmlə başlayır? Deməli, 200-222 böyük bir ədəddir. Ona görə əvvəlcə kiçik ədəd üzərində uyğunluğu müəyyənləşdir. Sonra 200-222-ni hesablayır. Deməli, 16 say sisteminə keçəndə onluqdan dedik ki, onluq say sistemindən hər hansı bir say sisteminə keçəndə o say sistemin əsasına bölmə qaydası ilə keçirik. Lakin 16-lıq say sistemində 8-lik say sistemindən keçiddə bir istisnamız var ki, qısa yoldan istifadə edirik. Məsələn, götürək 2 üstü 12 ədədini. 2 üstü 12 ədədi onluq say sistemindədir. Əsası mütləq qeyd edək. Deməli, bunu yazaram 2-nin üstü, 4-ün üstü 3 onluq say sistemində. Sonra yazaram 1, arxasınca 3 dənə 0. Bunu yazaram 16-lıq say sistemində. Yəni, bunun qüvvətində duran ədəd sondakı sıfırların sayını göstərir. Əgər qarşısında heç bir şey yoxdursa, bunu 1 vurulsun kimi götürürük. Ona görə 1 ilə başlayır. Tərsinə keçid eləsək onluq say sisteminə, nə edirik? Hər hansı say sistemindən onluğa geri keçid edəndə onun üzərində indekslər düzürük. 2, 3. Bu hissələrdə 0 vurulsun 16 üstü 0, üstəgəl 0 vurulsun 16 üstü 1, 0 vurulsun 16 üstü 2. 0'a vuranda 0 elədiyinə görə heç yazmanın mənası yoxdur. Ona görə yazıram 1 vurulsun 16'nın üstü 3. Nə aldım? Elə eyni şeyi aldım. 16 onluq say sistemində. Və yaxud da bunu belə yazıram. 2 üstü 4'ün üstü 3. Yəni eyni şey alındı mı? Onluq say sistemində, yenə bu onluq say sistemində. Demək, qanuna uyğunluğu nə cür aldım? 2 üstü 4'ün üstündə olan bu qüvvət onun sondakı sıfırlarının sayını göstərir. Qarşıdakı əmsal isə hansı rəqəmlə başlamasını göstərir. Məsələn, 2 üstü 12 yox, 13 olsaydı ədədimiz onluqda. Bunu belə yazardıq. 2 üstü 4'ün üstü 3. Bunu bir-birinə vuranda 12 eləyir. Bir dənə də qarşısında 2 üstü 1 var. Toplayırıq 2 üstü 13. Bərabərdir. İndi bunu əmsalımız 2 ilə başlayır. Yəni 2 üstü 1 ilə. Arxasında yenə 3 dənə 0. 16'lıq say sistemində. Və geri keçid edirəm yenə onluğa. Görək həqiqətən ədədimiz düzdürmü? 3. Yenə bu hissələri 0 deyə heç yazmıram. 2 vurulsun 16'nın üstü 3. Onluq say sistemində 2 vurulsun 2 üstü 4'ün üstü 3 onluq say sistemində. Baxırsınız, eyni şey alındı. İndi gəlin 2 üstü 222'ni çevirək onluqdan 16'lığa. 2 üstü 222'ni 2 üstü 4'ün üstü 220 olanda 55. 220 qarşıda nə qalır? 2 üstü 2. Onluq say sistemindəyik hələ. Deməli, nə ilə başlayır? 2 üstü 2 ilə, yəni 4 ilə. Və sonunda nə? 55 dənə 0. Burada 55 dənə 0. Bizdən sıfırların sayını soruşmur. Nə ilə başlamasını soruşur. Deməli, 4 ilə başlayır. Bu tür misalların hamısında bu qayda ilə edirik. Məsələn, 16'lıq say sistemi yox, 8'lik say sistemini istəsəydi bizdən, yəni tutaq ki, 2 üstü 65 ədədinin onluq say sistemindən 8'liyə keçirilməsini istəsəydi, 2'nin üstü 3, nə yazardıq? 2 üstü 3 olanda 60, 3 olanda 21 eləyir. Qarşısında nə qalır? 63 eləyir, 2 üstü 2 qalır qarşıda. Və bu da nə ilə başlayır? 4 ilə başlayır yenə. 4 və arxasında 21 dənə 0. Nə ilə başladı? 4 ilə. Yəni, çox güman ki, bizdən misallarda həmişə nə ilə başlayır, neçə sıfırla bitir, belə tipli suallar verir. Yəni, hamısında bu qayda ilə. 16'lıq say sistemində olanda 2 üstü 4'ün qüvvətinə, 8'lik say sistemində olanda isə 2 üstü 3'ün qüvvətinə gətirib hesablayırıq.